Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugünkü izahım dünyanın dağları haqqında olacaq. Dünyanın dağlarının yerləşdiyi ölkələr haqqında məlumat verəcəm. Dünyanın ən hündür dağ sistemi Himalay dağıdır ki, Himalay dağının ən hündür zirvəsi Jomolungmadır və yaxud Everest olaraq adlandırılır. 8848 metr yüksəklikdə yerləşibdir. Nepalda isə Sagarmatxa adı verilmişdir. Yerləşdiyi ölkələr isə Çin, Butan, Hindistan, Nepal və Pakistan ərazisində yerləşib. İkinci dağ sistemi Qaraqorumdur ki, ən hündür zirvəsi Çaqoridir. 8611 metr yüksəklikdə yerləşibdir. 3 ölkənin ərazisində yerləşir. Pakistan, Hindistan və Çinin ərazisində yerləşibdir. Hindikuş dağı Trichmir-Doru 7708 metr yüksəklikdə yerləşibdir. Əfqanistan və Pakistanın ərazisinə düşür. Pamir dağı Səmənib-ki 7495 metrdir. Tacikistanın ərazisində yerləşir. Ən hündür zirvəsi isə Çində yerləşir. Konqur zirvəsi hesab olunur. 7719 metr yüksəklikdə yerləşibdir. Yerləşdiyi ölkələr isə Çin, Qırğızistan, Tacikistan və Əfqanistan ərazisinə düşür. Tianşan dağları ən hündür zirvə Qələbə-Piki 7439 metrdir. Yerləşdiyi ölkələr isə Özbəkistan, Qazaxıstan, Qırğızistan və Çinin ərazisindədir. Və Kunlun dağı Aksya-Çin 7167 metrdir. Çinin ərazisində yerləşir. Ant dağları dünyanın ən uzun dağ sistemidir. 6960 metr yüksəklikdə yerləşibdir. Ən hündür zirvəsi Aconcagua hesab olunur. Yerləşdiyi ölkələr isə Venezuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili, Argentina və Braziliyanın ərazisində yerləşmişdir ki, və bu ölkələr həmçində and ölkələr olaraq tanınır. Kordiler dağı ən hündür zirvə Makkinlidir. 6194 metr yüksəklikdə yerləşibdir. Denali olaraq da adlandırılır. Yerləşdiyi ölkələr isə Kanada, Amerika Birləşmiş Ştatları, Meksika, o cümlədən Beliz, Gvatemala, Honduras, Salvador, Nikaragua, Kosta-Rika və Panamanı misal olaraq göstərə bilərik. Qafqaz dağları ən hündür zirvə Elbrus 5642 metr yüksəklikdə yerləşibdir. 3 ölkənin ərazisində Rusiya, Azərbaycan və Gürcüstan ərazisində yerləşib. Trans-Antarktida Antarktida qitəsində yerləşibdir. Ən hündür zirvə Vinson masivi 5140 metr yüksəklikdədir. Zagros dağları Dena, İran və İraq sərhədində yerləşibdir. Ən hündür zirvə 5098 metr yüksəklikdədir. Alp dağları 4807 metr. Ən hündür zirvə Mont Blanc. Yerləşdiyi ölkə isə Fransa, İsveçrə, Liechtenstein, Avstriya, Almaniya, Sloveniya və İtaliyanın ərazisində yerləşmişdir. Altay dağları ən hündür zirvə Beluxa 4506 metrdir. Deməli, Rusiya, Qazaxıstan, Monqolistan və Çinin ərazisində yerləşmişdir. Atlas dağları Afrikanın ən cavan dağ sistemidir. 3 ölkənin ərazisində yerləşir. Tunis, Əlcəzair və Mərakeşin ərazisində yerləşmişdir ki, ən hündür zirvə Tubqal. Deməli, Tubqal zirvəsinin hündürlüyü 4165 metrə bərabərdir. Pont və Tavr dağları Türkiyənin ərazisində yerləşir. Pont dağının ən hündür zirvəsi Kaçkar hesab olunur. 3931 metr yüksəklikdədir. Türkiyə və Gürcüstan sərhədində yerləşib. Və Tavr dağı isə Qızılkaya 3767 metrdir. Türkiyə və Suriyanın sərhədində yerləşib. Əjdaha dağı Katkin-Piki 3657 metr Cənubi Afrika Respublikasında yerləşmişdir. Və bəzi yerlərdə isə 3482 metr olaraq da göstərilir. Sayan dağı Munki-Sardik 3491 metr Rusiyanın ərazisində yerləşibdir. Əndəlüs Sierra Nevada 3482 metr İspaniyanın ərazisində yerləşib. Piriney Anetopiki 3404 metr İspaniya və Fransanın sərhədində yerləşib. Kopet dağ Kuhi-Kaçan İran və Türkmənistan sərhədində yerləşibdir. Hündürlük 3191 metrə bərabərdir. Apennin dağı Corne Grande 2912 metr yüksəklikdə yerləşibdir. İtaliya və San Marinoya düşür. Qərbi Qat Hindistanda yerləşibdir. Anamuti 2695 metr. Dinar ən hündür zirvə Ezerça 2694 metrdir. Yerləşdiyi ölkələr Cənubi-Şərqi Avropa ölkələridir. Deməli, bura daxildir Sloveniya, Bosniya-Hersegovina, Serbiya, Çernogoriya və Albaniyanın ərazisində yerləşmişdir. Karpat dağları